Önceki videoda dediğimiz kimi bəzi əzbərlənməli olan məqamları bu videoda davam etdirirəm. Düzənliklərimiz, yəni Kürraz ovalığı, Samurdəvət ovalığı, qismən Qobustan zonası, Arazboy düzənliklər, Ceyrançöl zonası və Naxçıvanın düzənlik əraziləri yarımsərə quruçöl iqlimindədir. Ancaq burada bir fərq var. Bir rəqəmi ilə göstərilən bu ərazi qışı mülayim keçən yarımsərə quruçöl iqlimidir. 2 rəqəmi ilə verilən Naxçıvanın düzənliyi isə qışı soyuq keçən yarımsərə quruçöl iqlimidir. Bunu necə ayırd eləyək? Belə düşünə bilərik əzbərləmək üçün. Qışın mülayim keçməsi Xəzərin təsirindəndir. Zəngəzur silsiləsi Naxçıvanın düzənlik ərazilərinə Xəzərin təsirini zəiflədir. Başqa bir variantla da bunu bilə bilərik ki, bu ərazilər Azərbaycanın qış otlaqlarıdır. Qış otlağıdırsa, deməli qışı mülayimdir. Deməli, Samurdəvətçi, Küraraz, Arazboy düzənliklər, Qazax-Qarabağ zonası, Ceyrançöl, bu ərazilər qışı mülayim keçən yarımsəhra quruçöl, Naxçıvanın düzənliyi isə qışı soyuq keçən yarımsəhra quruçöl iqlimidir. 2 rəqəmi və 1 rəqəmi Talış zonasında da görülə bilir. Yardımlı ərazisində 2 rəqəmini görə bilərik. Ümid edirəm ki, faydalı olacaq.